Amerika ve İran arasında hansısa bir razılaşma mümkündürmü? Bunun mümkün olduğunu Türkiye'nin Xarici İşlər Naziri Hakan Fidan deyir. Bəli, Gündəm Xəbərin efirində Türkiyə mediasına istinadən bir məlumatı diqqətinizə çatdırırıq ki, bugün fevralın 12-sidir. Belə ki, Amerika və İran nüvə sazişi məsələsində kompromisə yaxınlaşırlar. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Financial Times qəzetinə verdiyi müsahibəsi zamanı bildirib. O qeyd edib ki, Washington uranın zənginləşdirilməsinin tamamilə dayandırılması tələbindən imtina eləyə bilər və müəyyən edilmiş limitlər daxilində razılığa gələ bilər. Nazirin sözlərinə görə Tehran da razılığa sadiqdir və zənginləşdirmə səviyyələrinə məhdudiyyətlər qoymağa, hətta həmçinin 2015-ci ilə aid olan sazişdə olduğu kimi sərt yoxlama rejimini qəbul eləməyə də hazır olduğunu bildirir nazir. İranlılar Amerikalılarla razılığa gəlməyin vacibliyini başa düşürlər və Amerikalılar da İranın da öz hədlərinin olduğunu bildirirlər və başa düşürlər deyə Hakan Fidan bildirib. Eyni zamanda nazir danışıqların raket proqramı və bölgədəki silahlı qruplara dəstək kimi digər məsələlərə genişləndirilməsinin prosesi poza biləcəyini də xatırladıb və bununla bağlı xəbərdarlıq eləyib. Nazir hesab edir ki, bütün məsələləri eyni vaxtda həll etmək cəhdləri hətta nüvə məsələsində də irəliləyiş əldə etməyə imkan verməyəcək və yeni müharibə riskini artırmış olacaq. Hakan Fidan əlavə edib ki, Tehran ötən ilki İsrail ilə münaqişə və daxili etirazların nəticələrini nəzərə alır və sanksiya təzyiqinin həllinin vacibliyini anlayır. Buna baxmayaraq o, Amerika zərbələrinin rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır və İranın siyasi sisteminin ciddi dəyişikliklər qarşısında belə davamlı qalacağına inandığını qeyd edib.